Herkese salam. Axır ki yeni bir video ilə qarşınızdayam. İlk növbədə hər kəsi yeni il münasibəti ilə təbrik edirəm. Ümid edirəm ki, bu il hamımıza uğurlu və düşərli bir il olar. Abituriyentlər, magistraturaya hazırlaşan tələbələr, digər imtahana hazırlaşan tələbələr yüksək balla istədikləri universitetə, sevdikləri ixtisaslara qəbul olarlar. Vaxt itirmədən keçid edən mövzumuza. Mövzumuz telefon zamanlardır. Belə başa düşürəm ki, bu mövzu biraz mürəkkəb və çətin mövzudur abituriyentlər üçün, tələbələr üçün və s. Buna görə də bu mövzunu sizə aydın və açıq şəkildə izah etməyə çalışacağam. Ona görə də dəftərlərinizi, qələmlərinizi hazırlayın, qeydlər götürməyə və həmişə olduğu kimi videoda müəyyən hissələri dayandıracağam, yazacağam, sonra yerinə davam edəcək ki, video çox uzun olmasın. Çünki video çox uzun olduqda da YouTube yerləşdirmədə problem yaşana bilər. Və zamanlar mövzusunu testdə necə yaza bilərik? Birinci növbədə bizə kömək edir zaman zərfləri. Zaman zərflərini əzbərləmək lazımdır, amma zaman zərflərini də kör-körənə yox. Zamanını dərk eləyərək, o zaman zərfini dərk eləyərək əzbərləyəndə daha yaxşı yadınızda qalacaq, nəinki belə baxıb sadəcə əzbərləyəndə. İkinci növbədə bizə zaman uzlaşmaları kömək edir, əsasən mürəkkəb cümlələrdə. Biz bu zamanda testlərdə variantlar üzərində işləyərək tapırıq. Üçüncü isə müəyyən hallarda tərcümə bizim köməyimizə çatır, həmişə yox. İndi ilk növbədə başlayaq zamanlardan. Hansı zamandan? Bildiyiniz kimi başlayırıq simple-dan. Simple. Simple-ın da üçündən başlayırıq. Birinci present simple. Daha doğrusu birinci past simple. Keçmiş, indiki, present və 3 future. Gələcək zaman. Deməli, birinci növbədə başa düşək ki, birinci izah edəcəm sizə present simple-ı, ondan sonra past, sonra da future-ı. Yazıram burada present simple. Birinci növbədə başa düşək ki, present simple nədir? Yəni, bu nə məna ifadə edir? Çünki bəzən bunu testlərdə şagirdlər normal olaraq continuous-la falan qarışdırırlar. İlk növbədə present simple, yəni indiki sadə zaman sizin vərdiş almış hərəkətləriniz, müəyyən vaxtlar, adət halına almış hərəkətlər və yaxud da təbiət hadisələri və s. bunlar hamısı aid olunacaq present simple-a. Məsələn, deyək ki, siz həftədə 5 dəfə məktəbə gedirsiniz, həftədə 2 dəfə idmanla məşğul olursunuz, Bakıda yaşayırsınız daimi olaraq və s. və yaxud da məsələn, xaricdə yaşayırsınız daimi olaraq və s. və ilaxır. Bunlar bizdə olacaq present simple-da. Və present simple-ın düzəlmə yolu əslində çox da çətin deyil. İndi onu da izah edib, daha sonra sizə zaman zərflərini izah edəcəm. Və qeyd etməyi unutdum ki, yenə videonun sonunda biz topludan bəzi suallara baxacağıq. Present simple-ın hazırlanma yolu necədir? Məsələn, ilk növbədə to ədatı atılır. Məsələn, go üzərindən gedirik. Məsələn, to-nu atacaqsınız. Məsələn üçün, I to go yox, I go. Bu bir şərtimizdir. İkinci şərtimiz he, she, it-dədir. Yəni, üçüncü şəxsin təki. İndi üçüncü şəxsin təki deyən kimi uşaqların yanına birinci he, she, it gəlir. Sadəcə olaraq burada nə məqamına toxunacaq. He, she, it üçüncü şəxsin təkidir. Testlərdə ancaq sizə he, she, it verməyə də bilər. Yəni, he-nin yerində faze də verə bilər, Tom da verə bilər, adam adı da verə bilər. She-nin yerində Maza da verə bilər, Kate də verə bilər. It-in yerində də deyək ki, pen, book, cat və s. kimi sözlər də verə bilər. Yəni, siz odaqlanın ki, birinci növbədə bu sözü mən çevireyim, görüm hansı şəxsdədir məsələn. Ola bilər ki, cats verər, bu əslində siz görərsiniz catdir, amma cats artıq cəmdədir. Bunu biz Z ilə əvəz eləmiş oluruq. Ona görə də bu mövzuda birinci çaşmayaq. Daha sonra isə bütün şəxslərdə go olduğu kimi qalacaq. Heç bir dəyişiklik olunmayacaq. Sadəcə üçüncü şəxsdə P-nin sonuna S və yaxud da ES şəkilçisi qoşacaq. Məsələn üçün olacaq goes. Bu qədər asan. Yəni, çətinlik yoxdur. Bu şəkildə olacaq. Məsələn üçün cümlə deyirik ki, çox rahat bir cümlə. I go to university. Mən universitetə gedirəm. Bir də məsələn üçün, Kate goes to university. Kate universitetə gedir. Bu oldu bizim üçün hazırlanma yolu. S-yesli düzəldi və məslərdən to ədatı atıldı. Bəs bu tip cümlələrdə biz cümləyə necə sual verək, necə inkarda düzəldək? Bu tip cümlələrdə biz bütün şəxslərlə, üçüncü şəxsi çıxmaq şərti ilə, bütün şəxslərlə istifadə edirik. Deməli, do-dan, sualda, inkarda istifadə edirik don't-dan. Üçüncü şəxsdə isə does və doesn't.
doesn't-dan bu qısaldılmış formasıdır. Notun yerinə apostrof o-nu ataraq bu şəkildə yazırıq. Does və doesn't-dan istifadə eləyirik. Bu bizim sual və inkar yaratma formamızdır. Nəyə fikir verməliyik? Birinci, bunlarla olan hissə əslində asandır. Məsələn, deyirəm ki, you play. Heç uzatmaya ehtiyac yoxdur. İkinci dərəcə üzvləri yazmıram. Əsasən biz nə işləyək? Mübtəda xəbərlə işləyək. You play. Bu oldu mənim adi təsdiq cümləm. İndiki zamanda sən oynayırsan. İndi mən bunu sual verməliyəm ki, sən oynayırsan. Yəni ümumi sual. Bu zaman qarşıya bir dənə do yazıram. Do you play? Bu oldu bizim sualımız. Sonra bu digər şəxslərə də aid olacaq. Birinci şəxsin təki də olsun, digər tərəfdə cəmlərində hamısına aid olacaq. Sadəcə üçüncü şəxsin təkini indi izah edəcəm. You play. İndi bunu inkar eləmək istəyirəm. Deyirəm ki, you don't. Deməli, inkarda. Don't hara girdi? Şəxsdən, mübtədanın, xəbərin arasına. You don't play. Sən oynamırsan. Ola bilər ki, bu hissələr sizlərə çox sadə gəlsin. Yəni, amma bu hissələri həqiqətən də sıfırdan başlayanlar üçün çətinlik törətdiyinə görə ən sıfırdan başlayıb yavaş-yavaş izah edəcəm. You don't play. Sən oynamırsan. İndi keçdik şəxs, üçüncü şəxslərə. Üçüncü şəxsi he ilə she ilə yazmıram, adam adı ilə yazıram. Məsələn, Tomla. Yazıram ki, Tom oynayır, plays. Gördüyünüz kimi plays. Go-da necə olmuşdu? Goes eləmişdik. Burada qeyd edeyim, goes. Feillər var ki, daha doğrusu bəyin sözlər var ki, sonu nə ilə bitirirsə, ona əsasən yes qoyurduq. Əvvəlki videolarında bu var. Deməli, bir uşaqlar, bunu qeyd edeyim sizə. Şagirdlər qarışdırırlar. İsmin cəmlənməsində SES-dən də istifadə edirik. Feillərdə də SES-dən istifadə edirik indiki sadə zamanda. Bu cəm demək deyil. Feil cəmlənmir də, yəni SES-lə cəmlənmir. Ona görə SES isim cəmlənməsində cəmi bildirəcək. Amma feildə üçüncü şəxsin təkində SES olacaq. Yəni bu cəmini bildirmiş olmayacaq. Yəni bunu qarışdırmayın. Deməli, Tom plays dedik. İndi buna sual verməliyəmsə, demişəm ki, Tom da üçüncü şəxsdir. Mən üçüncü şəxsdə köməyinə çatır, does. Görəndə sırında görəndə yazıda saxlayında üçüncü şəxsdə əsasən sır rol oynayır. Yazıram ki, does, sualda do, does qarşıya keçir. Does Tom play? Niyə play, niyə plays yox? Baxın, bunu keçmiş zamanı izah elədə istəyəcəm. Deməli, does do idi, elə bilin ki, S-i aldı play-dən, qoşdu özünə. S-i ondan aldığına görə ikinci dəfə bizim S-i yazmamıza ehtiyac yoxdur. Deyirik ki, does Tom play? Всё. Yəni siz testlərdə əsasən də sual cümlələrini işləyəndə görəcəksiniz. Ümumi xüsusi sualların testlərini işləyəndə görəcəksiniz ki, uşaqlar bu tipli suallar olacaq. Məsələn, does-ı verəcək, burada da verəcək, məsələn üçün plays verəcək. Yaxud da did verəcək, burada da keçmişdə saxlayacaq feili. Olmaz. Onlara diqqət edərsiniz. Bu qayda ümumiyyətlə bizim çox yerdə işimizə yarayacaq. Deməli, does Tom play? Bu inkarda da belədir. Yəni, Tom yenə doesn't play. Yenə, doesn't play. Yəni, does orada varsa, mənim feilimin sonunda S ehtiyac yoxdur. Bu şəkildə asan, məncə bunlar sizə aydın oldu. Necə sual yaradıram, necə inkarlıq yaradıram və indi keçid alırıq. Testdə mən bunu necə tapım? Ay müəllim, bu indiki zaman istəyir məndən, keçmişini istəyir, yoxsa davam edicimi istəyir? Deməli, uşaqlar, zaman zərfləri demişdim ki, bizə köməyimizə çatacaq bu mövzuda. Hansı zaman zərfləri var? Present simple-da. Yazırıq. Deməli, var birinci. Always. Həmişə. Usually. Usually. Sonra often. Rarely. Seldom. Sonra every ilə olan birləşmələr. Bunun üçün nöqtə qoyuram, izah edəcəm. Və s. və axır. Deməli, uşaqlar, zaman zərflərini izah edirəm sizə. Birinci növbədə zaman zərflərini elə yadınızda saxlayın ki, dərk eləyərək, testdə görəndə sonra beyninizdə qarışmasın ki, ayla bu hansı zamanın zaman zərfi idi. You always, həmişə, usually, adətən, often, tez-tez. Baxın, bunu cümlə daxilində istifadə edirəm. Məsələn, deyirəm ki, I usually go to the gym. Mən adətən idmana gedirəm.
Və yaxud da I always go to university. Mən həmişə universitetə gedirəm. Və yaxud da I often go to university yenə. Mən tez-tez universitetə gedirəm. Və sair və ilaxır. Yəni çox cümlə içində bundan istifadə edə bilərik. Sadəcə olaraq məsələ nədir? Dərk eləmək lazımdır ki, baxın, mən bayaqlar nə demişdim? Present simple nə idi? İndiki sadə zaman. Necə zamanlar buna daxil edir? Yəni necə hərəkətlərimiz buna daxildir? Vərdiş halına almış hərəkətlər, tez-tez elədiyimiz hərəkətlər, adət halını aldığımız hərəkətlər və yaxud da fakt olan hərəkətlər. Yəni bunlar artıq görürsünüz ki, istifadə olunacaq present simple-da. Özü mənə çağırır ki, mən tez-tez olan bir şeyəm, adətən olan bir şeyəm. Yəni ki, mən indiki sadə zamana aidəm. Və burada every, once və twice-dan sonra nöqtə qoymuşam. Bunlar nə olan birləşmələr. Məsələn, every week, hər həftə, every month, every year və yaxud da once bir dəfə deməkdir. Once a week, once a year, həftədə bir dəfə, ildə bir dəfə və twice. Twice a week, iki dəfə mənasındadır. Twice a week, twice a year, twice a month and something else. Bu şəkildə olacaq. Sometimes da bəzən. Deməli, bunlar oldu present simple-da. Yəni, indiki sadə zamanın zaman zərfləridir. Bunların işlənmə yerləri də var uşaqlar. Always-də, usually-dır. Məsələn üçün, biz testlərdə cümlə quranda bunları istifadə eləyəcək feillə, hamısı yox, indi izah edəcəm, feillə mübtədanın arasında. Məsələn, I usually go. Mübtədanın xəbərin arasında bir növ istifadə edəcək. Every, sometimes, once, twice. Bunlar cümlənin sonunda olacaqlar. Every week, I go to the university every week, every day, for example. Bu şəkildə olacaq. Daha sonra often, tez-tezdir. Bu da cümlənin həmişə ortasında olacaqdır. Rarely-də, seldom-dır və s. Bunları qeyd edirsiniz ki, bunlar bizim oldu present simple, indiki sadə zamanda zaman zərfləridir. Yəni, bir cümlədə bunları görsək, götürürük indiki sadə zaman. Topluda, yeni topluda testlərin çoxsu əslində zaman uzlaşması iləndir. Yəni ki, mürəkkəb cümlələrdə zaman uzlaşması ilə olan testlərdir. Amma digər olan suallarında çoxsunda zaman zərflərini rahatlıqla verib, yəni rahatlıqla tapmaq olur zaman zərfini gələn kimi, bilmək olur ki, hansı zaman. Keçdik present simple, yəni daha doğrusu past simple, yəni keçmiş sadə zaman. Necə hazırlanır, necə düzəlir? Past. Keçmişdə olmuş hərəkətləri bildirir, bildiyiniz kimi. Və past simple-ın düzəltməyin birinci növbədə iki yolu var. Feillərimiz iki yerə bölünür. Regular, yəni qaydalı feillər, bir də irregular, qaydasız feillər. Qaydalı feillər əsasda id şəkilçisi vasitəsilə düzəldir. Feillərin sonuna id şəkilçisi qoşulur. Amma qaydasız feillər artıq kökdən dəyişdiyinə görə kök yazıram. Onların siyahısını götürüb əzbərləmək məcburiyyətindəsiniz. Yəni əzbərləməsəz çətin tapasınız. Hansılar da siyahıda yoxdursa biləcəksiniz ki, bunlar qaydalıdır. Və məsələn üçün qaydalıya məsələn yazırıq play. Necə düzəldi? Edinlə played oldu. Kökdən dəyişəndə də məsələn üçün yazırıq write. Bunun keçmişi nə oldu? Wrote. 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 Yəni bu şəkildə bunları əzbərləməlisiniz. Participle to-nu da əzbərləməlisiniz. İndi birazdan qeyd edəcəm onu ki, niyə bəs bunların üçü də bizə lazımdır? Write, wrote, written. Üç formasında əzbərləmək lazımdır. Və deməli, bu oldu bizim feillərin düzəlmə yolları. Burada xoşbəxtçilikdən, yəni heç bir ES-ə xüsusi bir şeyə ehtiyac yoxdur. Bütün şəxslər üzrə feil id ilə düzəlibsə, hamısında id eləyib. Məsələn, played isə I played olacaq, she played olacaq. Write-dırsa I wrote olacaq, she wrote olacaq. Yəni burada xüsusi bir şey yoxdur. Bütün şəxslər üzrə eyni formada olacaq. Bəs biz bu tip cümlələrə sual verəndə nəydən istifadə edəcəyik? Bu tip cümlələrə sual verəndə bizim köməyimizə yəni bir dənə şey çatacaq deyil. Bayaqlar uşaqlar qeyd eləmək yadımdan çıxdı. Presentdə cümlədə əgər am is are varsa, yəni məsələn üçün I am a student, mən şagirdəm deməkdir və bu indiki zamandadır da bildiyiniz kimi. Am is are varsa artıq siz o cümləyə do-doesla sual verməyəcəksiniz. Yəni am is are bilirsiniz ki, cümlənin to be mövzusunda. Am is are keçmədiyindən əvvəl, yəni am is are-ın özü ilə sual verməyə lazımdır. Yəni do-does'ı da o işin içinə qatmaz. Keçdik burada did. Did deməli bizim oldu köməkçimiz, bir də inkarda didn't. Burada da nəyi vurğulayacağım sizlərə uşaqlar? Sual və inkarı didlə biz yaratdıqda mütləq şəkildə feil yenə o did yenə o feildən
o keçmişliyi almalıdır. Belə deyirik. Keçmişliyi almalıdır. Necə ki S does S-i alırdı. Bu da eyni şəkildə. Məsələn üçün cümlə yazırıq ki Mike məsələn üçün belə bir şəkildə yazaq. Mike wrote his exercises. Mike çalışmalarını, tapşırıqlarını yazdı. İndi mən bu cümləyə sual verməliyəm ki, Mike çalışmalarını yazdı. Gəlir cümlənin əvvəlinə did. Did Mike wrote uje olacaq, artıq daha doğrusu olacaq write. Write oldu və belə cümlənin sonunda da sual. Heç nə. Yəni ki, did o keçmişdi, ondan yenə aldı. Yəni sual cümlənin əlində və bu cümlələrdə, bu testlərdə bunlardan görəcəksiniz. Və inkarda bəs bu necə hazırlanacaq? İnkarda isə Mike ilə wrote-un arasında keçəcək yenə didn't. Yenə də bura didn't girsə, yenə də bu wrote yox, write olmalıdır. Yəni didi harda gördüysə, does harda gördüysə, S-i keçmişliyə alacaq. Və uşaqlar burada görün bir şey qaldı mı izah eləməliyim? Yox, dedim keçmişliyə alacaq. Bir də nə isə də izah eləməliyim uşaqlar. Bəzi feillər var ki, qaydasız feillər var ki, 3 forması da eynidir. Məsələn üçün əzbərində deyirik biz bu katın üstündə də 3 yazırıq, katın kubu. Yəni 3 forması da eynidir. Katdır məsələn. Yaxud da read feili read oxulsa da bunun yazılışı yenə read şəklində olacaq. Yəni belə bir şey sizə maraqlı gələ bilər, testlərdə də var əslində. Nə bilim ki bu kat cümlədə indiki zamandadır, yoxsa keçmiş zamandadır. Mən bunu burada necə aid eləyəcəm ay müəllim desəz, belə aid eləyə bilərsiniz birinci növbədə. Əsasən bu əgər indiki zamandadırsa, yoxsa keçmişdəsə bu tip feilləri əsasən verirlər üçüncü şəxsin təkinin qarşısında. Məsələn üçün she ilə gedirəm, she. She verir cümlədən. Sonra dalıcana verir kat. She kat. Mən sizə demişdim ki, indiki zamanda feilin sonunda S-ES olmalıdır, düzdürmü? Katın yanında S-ES verməyib. Aha, deməli bu hansı zamandadır? Keçmiş zamandadır. Birinci tapma üsulunuz budur. Yəni she-ni verir, yanında katı verir, S-ES verməyib. Bu deməli indiki zamandadır. S də versə biləcəksiniz ki, daha doğrusu keçmiş zamandadır. S də versə biləcəksiniz nədir? İndiki zamandadır. Bu nədir? Deməli keçmişdir. Yəni testdə gördüyüm ki, bunun yanında kat yazıb, she-nin yanında bu səhvdir. Yox. Yəni ki, bu keçmişliyi bildirəcək. İndiki bildirmək üçün də katın yanında s yazacaq olacaq kat. Bu birinci şərt. İkinci şərtdə zaman uzlaşmaları eləyə bilərsiniz ki, yəni məsələn ola bilər she yazmaz, ay yazar. İndi ayın yanında mən nə bilim bu indiki zamandadır yoxsa keçmiş zamandadır. Ay üçün heç bir fərqi yox daha məsələn. Bu zaman siz zaman uzlaşması, mürəkkəb cümlə ola bilsin verə bilər və zaman uzlaşması eləyəcəksiniz. Keçmişlə, keçmiş, indiki, indiki və sair izah edəcəm sizə zaman uzlaşmasında. Onun əsasında tapacaqsınız ki, bu kat indikidəymiş ya keçmişdəymiş. Uzlaşma əsasında variantınızı orada tapacaqsınız. Məncə bu hissə sizə aydındır. Sonra keçdik bunun zaman zərflərinə. Deməli uşaqlar, zaman zərfləri bunlardır. İndi artıracağım danışdıqca da. Yesterday, dünən. Baxın, içində keçmişliyi var. İndi yesterday'ni siz əslində digər zamanlarda da görəcəksiniz. Digər zamanların keçmişində də görəcəksiniz. Sadəcə sizə fərqləndirmək yolunu izah edəcəm ki, nə görsəz yesterday'nin qabağında biləcəksiniz ki, bu hansı zamanın yesterday'sidir. Yesterday, dünən, ago əvvəl, last, bir də in 2004. 2004-cü idi. Bunu indi çox yaxın yazmışam. İndi necə? Deməli, lastın qarşısına yenə 3 ökü qoymuşam. Bir sizdə last week, last month, last year and so on. Və məsələn üçün 2004, yəni 2004-cü ildə bunu artıra bilərik keçmişə dövrlərdə. Məsələn üçün in 2025 desək artıq 2025 bizim üçün keçmiş dövr olduğuna görə biz artıq bunu keçmiş zamanda istifadə edəcəyik. Yəni keçmişdə olan illər qarşısına in, lastda olan birləşmələr, ago, yesterday, sonra in my childhood, mənim uşaqlığımda, once upon a time olanda biz də istifadə edirik keçmiş sadə zamanla. Bunlar görəndə yadınızda saxlayın ki, bunlar əsasən keçmiş sadə zamanı bildirəcəklər. Burada bir de use to yazmışam. Nə deməkdir use to? Use to var, bir də to be going to. Bu əsasən 9-cu sinifin yeni toplusunda salınıb. Bunu gələcəkdə izah edəcəm.
Bu toplularda artıq bunlar da salınıb. Used to bir zamanlar vərdiş halına almış hərəkətlərdir ki, eləmişəm, indi tərk etmişəm. O hərəkətlər üçün istifadə olunur. Məsələn üçün deyirəm ki, I used to travel a lot. Mən çox səyahət edirdim. Amma indi məsələn üçün eləmirəm. Now I don't travel. İndi səyahət eləmirəm. I used to travel a lot. Deməli, əvvəllər bu çox səyahət edirmiş, amma da səyahət eləmir. Bu zamanda used to-dan istifadə eləmiş oluruq. Və bunlar oldu bizim keçmiş zamanda zaman zərflərimiz. Dediklərimi də qeyd edərsiniz. Məncə keçmiş zamanda bir şey qalmadı. Bunlar aydın oldusa sizə keçirəm indi future, yəni gələcək zamanı. Gələcək sadə zaman. Yəni gələcəkdə olacaq hadisələr göstərir və gələcəkdə bizim istifadə edəcəyimiz şey var ki, burada xüsusi bir şeydən istifadə edəməyəcək. Artıq sual inkar yaradanlar bizim köməyimizə çalışacaq şeylər var. Deməli, shall var, will var. Bir də to be, going to, neysə planlamaq, eləməyi planlamaq mənasındadır. Bu getmək mənası vermir. To be going to be də burada. Necə? Is, are. Going to. Yəni neysə eləməyi planlamaq mənasındadır. Bir də shall will. Shall hansılarla işlənir? I ilə, bir də we ilə shall işlənəcək. Qalan bütün şəxslər ilə isə will işlənəcək. Shall will formasında tez-tez görməyəcəksiniz. Əsasən cümlə daxilində bunu belə də verirlər. L-lı, məsələn, I'll. I'll olacaq, məsələn, I shall deməkdir. Bu dırnaq, apostrof daha doğrusu l-lı şəklində yazırlar. Ya da belə açıq şəkildə görəcəksiniz shall, will, I shall, we shall. Digərlərində isə you, he, she, it, we, you, they, will şəklində olacaq. Daha sonra bunların suallı, inkarı özü vasitəsilə düzələcək. Siz sadəcə bilin ki, shall hansına aiddir, will hansına aiddir. Sual inkar özü ilə düzələcək. Məsələn üçün, shall we go və yaxud da will she go olacaq. Və yaxud da inkarda da siz bunu inkarda necə görəcəksiniz? Shan't ya da won't şəklində görəcəksiniz ki, bu da qısaldılmış formalardır bunların. Won't go şəklində olacaq ki, bu da onun inkar forması. Yəni inkarı sualı özü ilə yaratdı. To be going to nədir? Neysə planlamaqdır, yəni gələcəklə bağlı. Məsələn, I'm going to play the piano. Mən piano çalmağı planlayıram şəklində olacaq. Və yəni bu əmizar da bilirsiniz də hansı şəxslərlə işlənir. To be mütləq parçalamalısınız. Going to şəklində olacaq. Burada bir çətin bir şey yoxdur məncə. Sualı inkarı bu şəkildə veriləcək. İndi keçirik biz bunun zaman zərflərinə ki, bunlar vasitəsilə yaranacaq. Deməli, tomorrow sabah deməkdir. Bunu indi birazdan sizə yenə qeyd edəcəm. O bir gələcəklərdə də tomorrowdan istifadə olunur, amma qarşısında nə olsa biləcəksiniz ki, hansıdır da izah edəcəm. Tomorrow sabahda sun tezi ilə next gələn, bu da yenə next week, next month, next year mənasında. Yəni da 3 nöqtə qoyanda bilin ki, yəni qarşılarında aylar, illər, günlər yazılır. Və yaxud da tomorrow-da bir sonraki gün mənasında istifadə olunur. I shall read this book tomorrow. Mən bu kitabı sabah oxuyacağam. Məncə burada bir çətin bir şey yoxdur uşaqlar. Bu aydınsa keçirik digərinə. Future simple in the past. Yəni keçmişə nəzərən gələcəyi zaman. Nə deməkdir bu zaman? Bunu biz yaradırıq uşaqlar. Uşaqlar would və should vasitəsilə. Would və should bildiyinizdə shall-la will'in keçmişə nəzərən gələcəyi formasıdır. Və bunlardan sonra normal şəkildə feilimizi qoyuruq. Nə deməkdir bu keçmişə nəzərən gələcək? Bu cümlə, bu zaman istifadə olunur. Əgər bu da baş cümlələrində baş cümlə əgər keçmiş qeyri-müəyyən zamandadırsa, uzlaşmada artıq biz keçmişə nəzərən gələcəkdən də istifadə edə bilirik. İndi uzlaşma qaydasında onu da içində izah edəcəm. Məsələn üçün deyirəm ki, I hoped that she would enter this university. Mən ümid edirdim ki, o bu universitetə qəbul olacaq. Yəni bu şəkildə olacaq. Yəni mən keçmiş qeyri-müəyyən zamandan uzlaşdıranda would-dan should-dan uzlaşdıra bilərəm. Sizə zaman formalar keçəndə əslində deyəcəm ki, keçmişlə gələcək zaman uzlaşmır. Amma cümləm keçmiş sadə zamandadırsa, baş cümləm, budaq cümləm artıq keçmişə nəzərən gələcək zamanda ola bilər. Bunlar şundan yaranacaq uşaqlar. Bunu belə sadə formada çox vaxt görürük. Bu oldu keçmişə nəzərən gələcək zaman. Daha sonra keçdik continuous. Davam edici zaman.
Nədir davam edici zaman və nədir bu davam edici zamanın indiki zamandan fərqi? Davam edici zamanında görəcəksiniz ki, indi, keçmiş, indiki, gələcək formaları da olacaq. Davam edici zaman, indiki məsələn davam edici zaman presentindən danışsam, present continuous, indiki davam edici zaman hər hansı bir hadisənin indi danışdığım anda gerçəkləşməsidir. Yəni, məsələn üçün, indi hal-hazırda mən neyinlə mən danışıram, sizlər oturub məni dinləyirsiniz və yaxud da buradan maşın keçir, pəncərədən görürəm və s. və ilaxır. Yəni, bu nə deməkdir? Bu, indiki davam edicidir. Hal-hazırda olub davam edən hərəkətləri bildirir. Tərcümə cəhətdən əslində present simple-dan eynidir deyə bilərik. Sadəcə fərq nədir? Məsələn üçün, deyirəm ki, I go to university, mən universitetə gedirəm, yəni mən vərdiş almışamdır. Hal-hazırda gedirəmsə, I am going to university, mən universitetə gedirəm. Bir də belə tərcümə edə bilərsiniz, mən universitetə getməkdəyəm. Yəni, hal-hazırda davam edir bu hərəkətim. Hələ bitməyib, hələ hal-hazırda davam edir. Yolun üstündəyəm, ya avtobusdayam, ya maşındayam, ya da piyada şəkildə gedirəm. Yəni, hal-hazırda gedirəm mən. Nə var ki, mən deyirsən ki, normalda, yəni, universitetə gedirəm. Bu şəkildə, yəni, getməkdəyəm kimi tərcümə olunur, belə deyək. Və continuous biz cümlədə necə eləyək? Birinci dedim ki, tərcümə cəhətdən belə oldu. İkincisi, zaman zərfləri yeni bir köməyimizə çatacaq. Hansı zaman zərflərimiz var? Demək, present continuous da var now, hal-hazırda, at the moment, at present, bir də still. Bunlar var ki, mənim köməyimə çatacaq ki, mən biləcəm ki, bu cümlə davam edici zamandadır. Bəs mən davam edici zamanı, birinci ona izah eləməliyim, davam edici zamanı necə düzəldirəm? Davam edici zaman to be, amma to be-nin hansıları indikilər? Əmizarı yəni. Am, is, are, plus participle one, yəni ing vasitəsilə düzəldir. Uşaqlar nədə çaşırlar? Ya əmizarı unudurlar, əsasən mən bunu müşahidə edirəm, danışıqda və s. Ya əmizarı unudurlar, tək ingli feil verirlər, ya əmizarı deyib yanındakı feilin ingini unudurlar. Unutmayın, ikisi bir yerdə stabil şəkildə. Məsələn üçün, çox yenə sadədə I am playing, mən oynayıram. I am playing şəklində olacaq. İlk mütləqdir burada. Və cümlədə də mən now, at the moment, at present, still görsəm, biləcəm ki, bu cümlə mənim davam edicidir. Yəni, nə deməkdir? İndi, hal-hazırda, at the moment, hal-hazırda, at present, still. Yəni, bunların tərcümələri də mənə vadə edir ki, bunlar hal-hazırda olan bir şeydir. Birinci növbədə bildim ki, cümləm bunları görsəm, mən biləcəm ki, bu cümlə çıxış yolu yoxdur, davam edicidədir. Bir dənə görsəz davam edicidədir, biləcəksiniz. Testlərdə də müşahidə edəcəksiniz bunu. Cümlə başlayır belə bir əmrlə. Listen. Dinlə. Wait. Gözlə. Look. Bax, məsələn üçün belə eləyim, qısa izah edeyim. Məsələn, bu tipli və s. kimi sözlərin başında bu səndən tələb edir ki, məndən sonra davam edici qoymalısan. Məsələn üçün deyirsən ki, listen. Dinlə. Somebody is playing guitar. Kimsə gitar çalır. Dinlə. Sənə tələb edir ki, məndən sonra davam edici qoy. Hal-hazırda sən məni dinlə, kimsə nəsə eləyir. Hal-hazırda kimsə nəsə eləyir. Yəni, bu feillərlə başlayırsa, əmrlə başlayıb, sonra ardıca nöqtələr qoyub sizdən zamanı tələb edirsə, bilin ki, burada artıq mən indiki davam edici zamanı götürməliyəm. Daha sonra nə var? Nəyi görsək? Bir də belə bir şey var ki, uşaqlar, bütün feilləri biz indiki davam edici zamanda ümumiyyətlə davam edici zamanda istifadə edə bilməliyik. Hansı feillərdir bunlar? Əzbərləməlisiniz, əslində çox deyirlər məncə, saymamışam. Deməli, like xoşlamaq, dislike xoşlamamaq, prefer üstün tutmaq, remember xatırlamaq və s. Yəni ki, bir növ sizə belə çıxış yolu göstərə bilərəm. Hisslə, duyğularla və s. bağlı olan feillər olsun, necə deyim, beyindən əlaqədar feillər olsun ki, bunu davam edicidə necə deyə bilərsən? Məsələn, deyənmərsən, I am liking this color. Mən bu rəngi hal-hazırda xoşlayıram. Yəni, belə bir şey deyə bilmərsiniz.
davam edici zamanda. Ona görə də bəzi feilləri davam edicidə istifadə etmək olmaz. Amma qalan hallarda isə siz davam edicidə istifadə edə bilərsiniz. Bunları da görsəz bilməlisiniz ki, bu bizdən indiki davam edicini soruşur. Məncə aydındır. Sonra keçdik ikinci past. Düzələcək was, were plus participle one. Yəni was, were plus participle one. Yəni nə? Ing. I-N-G. Deməli, was nə olacaq? Təklərlə, yəni birinci şəxsin, ikinci, üçüncü şəxsin təki ilə, cəmi ilə nə olacaq? Were olacaq. They də qoysaz were olacaq, cats da qoysaz were olacaq və yaxud da ki, Jack qoysaz was olacaq, I qoysaz was olacaq və s. Yəni, was were-dən istifadə edirik və plus participle one-dan istifadə edirik. Bayaqlarda qeyd eləməyi unutdum onu. Sual və inkar məsələsi. Bunun üstündən izah edeyim. Eynidir. Present continuous-dan unutmayın. Orada əmizar idi. Düşünün ki, burada was idi də. Deməli, bu cümlələrdə sualda əmizar keçici cümlənin əvvəlinə, was were keçici cümlənin əvvəlinə, məsələn, nümunə əsasında deyək. I was reading. Oxuyurdum keçmişdə. Davam edən hərəkətlərimi göstərir. Sualda nə olacaq? Was I reading? İndi I-ya verilsə əslində yaxşı olmur. Mən oxuyurdum, özünüzə sual verə bilmirsiniz. Yəni bunu biz məsələn you eləyim daha qəşəng görünsün. You da olsa böyle olmalı idi. She qoyaq. She. She was reading, was she reading? Və yaxud da inkarda olacaq wasn't. Qısa buradan yazım, bir də yazmayayım. Lövhəmiz elektron deyil deyə bir dəfə silib yazmaq artıq çətinlik törədir. She wasn't reading də oldu bizim keçmişdə. Yəni sualda, inkarda bunu present continuous'da da tezlik edirik ki, bu şəkildə olacaq. Yəni sualda keçəcək was were əmizar qarşıya, inkarda da onlardan sonra sadəcə notu artıracaqsınız bizcə. Daha sonra pastda zaman zərflərimiz var. Yəni hansı zaman zərflərini görsəm biləcəm ki, bu cümlə məndə past continuous məndə tələb edir. Deməli, hansılardır uşaqlar zaman zərfləri? Bayaq sizə demişdim ki, tomorrow-dan yesterday'ni mən sizə izahlayacağım. Demək olar, bütün zamanların keçmişində və gələcəyində bunu görəcəksiniz. Bəs necə aid edək? İndidən qeyd edeyim. Siz bunu dəftərinizə qeyd edin. İndi çünki biləm qalıb bizdə perfect, onu da izah eləməliyəm. Amma mən bunu burada qeyd edeyim indidən. Yesterday, adi yesterday görsəz, yəni qarşısında heç bir şey görməsə, sadəcə olaraq yesterday yazılıbsa, biləcəksiniz ki, bu present, daha doğrusu past simple'dır, simple'dır. Yəni sadədir. Sadədir, özü də sadədir. Sadə olsun sevinmir. Sam sadədir. Bu nədir? Past simple'dır, simple. Amma yesterday'nin qarşısında at'lə olan bir şey görsəz. Məsələn üçün, at that time yesterday, at 5 o'clock yesterday, at 6 o'clock yesterday, dünən saat 5-də, 6-da və s. və axır. Ət'i görsəz, nə biləcəksiniz? Deməli, bu nədir? Past continuous. Continuous olacaq onda. Sadədirsə, heç nə yoxdursa nə oldu? Simple. At varsa qarşısında nə oldu? Continuous. Bir dənə də var. By. Yazıram by. By varsa nə olacaq? Past perfect olacaq. Yəni perfect'i keçməmişəm, orada da qeyd edəndə görəcəksiniz. İndidən amma istəyirəm ki, bunu qeyd edəsiniz. By görsəz istədiyin qarşısında nə olacaq? Bu da tələb edəcək sizdən perfect, yəni bitmiş zamanı, keçmiş bitmiş zamanı. By that time, yesterday məsələn. At oldusa continuous, by oldusa perfect, yesterday sadə oldusa sadə zaman. Yadınızda saxlayın, getsin. Getdik burada zaman zərflərinə. At that time, yesterday, bunun zaman zərfidir. At 6 o'clock, 6-də yəni hər şey ola bilər. Yesterday'dir bu, yesterday. All day long. Yesterday məsələn, all day long, whole day long olan birləşmə. Deməli, all day özü. Bunları görsəz biləcəksiniz ki, bu nədir? Keçmiş davam edici zamanın zaman zərfləridir. Yəni, bunlardan sonra keçmiş davam edici zaman işlənməlidir. Başqa görək nə qaldı burada? Past continuous'da məncə bir şey qalmadı. Artıq sonlara doğru yaxınlaşırıq. Bir dənə qalıb bizim perfect'imiz. Deməli, future continuous. Future continuous-da gələcəkdə davam edəcək hərəkətləri bildirir. Və uşaqlar, ola bilər ki, cümlələr sizə çox sadə gəldi. Dediyim cümlələrdə uzun cümlələr zaten testdə görəcəksiniz, quracaqsınız və s. Testlərdə göstərəcəm nümunələr. Future continuous oldu bizim gələcək davam edici zamanımız. Gələcəkdə baş verəcək davam edəcək hərəkətləri göstərir və
necə düzəlir? Demək burada da shall, will mənim köməyimə çatır. Will. Ərəb əlifbasına oxşadı bu da. Will plus be, sonra plus participle one, yəni ing. Mənim köməyimə çatacaq. İndi deyəcək participle one nədir? İndi bunun participle two'su gələcək elə sizin üçün. Deməli, shall, will, be plus participle. Deməli, bunu gələcəkdən sadə zamandan ayıran iki şey var hazırlanma qaydasında. Birincisi be'dir, ikincisi də ingdir. Yəni deməyəcəksiniz I shall playing, deyəcəksiniz I shall be playing. Aydındır uşaqlar. Niyə? Çünki be'ni bir də görürsünüz testlərdə qoymayacaq, shall'in yanına bir də ingli fe'l verəcək, fisio. Yəni o şəkildə olmayacaq. Mütləq dərəcədə yanında be'si də olmalıdır. Shall, will plus be, ondan sonra da ing-dən istifadə olunacaq. Bir də necə olacaq uşaqlar? Deməli, to be going to izah eləmişdim bayaq sizə adi sadə zamanda. Onun eynisindən burada da var. Am, is, are, wait. Bu şəkildə də bu olacaq mənim davam edici zamanında bunun düzəldilmə qaydası. Bayaqkində to be going to idi sadəcə olaraq. Ondan sonra da hansısa feillərlə istifadə edirdim. Burada ing-lə mütləq şəkildə olmalıdır. Bu oldu mənim gələcək zamanımın düzəldilməsi. Continuous'da sual verəndə də nəydən istifadə edirik uşaqlar? Shall, will keçir cümlənin qarşısına sual inkar yaratmada bizə kömək edir, amma be'ləri xahiş edirəm və ingi unutmayasınız. Daha sonra cümlə nümunəsi də məsələn üçün yazaq. Görün. I'll be going yazaq elə. İndi bizə nə lazımdır? Bunun zaman zərfləri lazımdır. At görsəz nə olacaq? Deməli, bayaqlar qeyd eləmişdim ki, dediyim kimi, adi olsa tomorrow, yəni qarşısında heç nə olmasa, bu məndən nə tələb eləmiş olur? İndiki sadə, daha doğrusu gələcək sadə zaman. Sadə, heç nəsiz. Amma tomorrow'un qarşısında at görsəz nə olacaq? Biləcəksiniz ki, bu məndən gələcək davam edicini soruşur. Davam edicini. At 6 o'clock tomorrow, all day ilə, full day ilə olan birləşməli all day. Long tomorrow və sair və ilaxır şəklində olacaq. Əsasən tomorrow-nu görəcəksiniz siz burada gələcək zamanda. Bu bunun yaraması. Yəni testdə sizi bir zaman zərfi ilə ola bilər ki, çaşdırsınlar. Bir də bu be və plus ing söhbəti ilə ola bilər ki, çaşdırsınlar. Yoxsa belə çətin bir şey yoxdur. Bir dənə də var uşaqlar. Keçmişə nəzərən gələcək davam edici zaman. Plus be plus ing ilə düzələcək uşaqlar. O birisində necə idi? Sadəcə would, should-u göstərdim də sizə sadədə, düzdürmü? Davam edicidə də mütləq dərəcədə nə lazımdır? Be və ing forması. Bu arada uşaqlar qeyd edeyim, bu birini də bölməyin əmizara ehtiyac yoxdur. Bu be olduğu kimi qalmalıdır bayaqlarda izah etdiyim kimi. İndi məsələn bu cümlədə bizə necə cümlələrdə kömək edir? Məsələn bayaq dediyim kimi deyək ki, she said that, o dedi ki, that. Said'i gördünüzlər, keçmiş sadədir, keçmişdədir. Said'i bunu keçmişə said'dir. They would be məsələn watching film. 5 məsələn o'clock. Uzatmıram, tomorrow yazıram, qısaldıram buradan. She said that they would be watching film at 5 o'clock tomorrow. O dedi ki, onlar sabah saat 5'də film izləməkdə olacaqlar. Yəni ki, nə oldu mənim cümləmdə? Keçmişə nəzərən gələcək. Yəni ki, uşaqlar, mən burada said vermişəm, amma bunlar bunu gələcəkdə eləyəcəklər axı. O deyib ki, bunu eləyəcəklər. Sadəcə olaraq mən saidlə də daha doğrusu pasdadısa, mən bundan gələcəyi uzlaşdıra bilməyəcəyimə görə, sadə gələcək zaman uzlaşdıra bilməyəcəyimə görə, mənə lazımdır keçmişə nəzərən gələcək zaman ki, ondan uzlaşdıra bilim. Aydınmı sizə? Məncə bir çətinlik yoxdur. Deməli, keçdik uşaqlar perfect, yəni bitmiş zamana. Perfectdə də başlayırıq presentdən. Present perfect. İndiki bitmiş zaman. Görək necə yaranan indiki bitmiş zaman. İndiki bitmiş zaman ümumiyyətlə nə deməkdir?
hadisələr bitib, amma nəticəsi indi gözümüzün qarşısındadır. Bu zamanı bildirir. Və indiki bitmiş zamanda bəs necə yaranır indiki bitmiş? Have. Bu have-has ümumiyyətlə testlərdə o qədər çaşdırıcıdır ki, participle to, indi nədir onu izah edəcəm participle to. Have-has-i uşaqlar siz nə ilə qarşılayın? İndidən qeyd edeyim. Bunu gələcək zamanlarda inşallah videolar çəkəndə hər mövzu üzrə onlarda da qeyd edəcəm. Have-has ümumiyyətlə testlərdə ola bilir ki, modal feili göstərir. O have to, has to şəklində olurdu. Ondan sonra to gəlir. Və yaxud da have müəyyən birləşmələr yaradır. Məsələn, have breakfast, səhər yeməyi yeməyi, have shower, duş qəbul eləməyi və s. birləşmələri də əmələ gətirir. Yəni siz onlarla bu bitmiş zamanda olan have-has-i qətiyyən qarışdırmayın. Çünki burada olan have-has özü sual inkar yarada biləcək. Yəni bitmiş zamanı bildirəndə özü sual inkar yarada biləcək sizlər üçün. Have-has plus participle to. Participle to nədir? İndi bu da iki cürdür. Qaydalılar idi ilə düzələcək. Qaydasızlar isə feillərin sizə dediyim 3 dənə formasını əzbərləyirdik. Məsələn üçün yazırıq bura. Hansı feili yazın? Come yazaq. Come, came, yenə come olacaq. Və hətta üçü də dəyişən. Write yazmışdıq bayaq. Write, wrote, written. Şəklində olacaq. Bizə burada hansı lazımdır? Bu üçüncü forma. Uşaqlar, üçüncü forma. Bu ortadakılar yox. Üçüncü forma bizim köməyimizə çatacaq. Qaydalarda asaddır. Edi ilə düzədəcəksiniz, rahat olacaq. Amma bu üçüncü formanın ümumiyyətli feilləri oturun, əzbərləyin. Lazım olan bütün feilləri əzbərləyin ki, testlərdə çaşmayasınız. Çünki bundan əlavə bunun başqa testlərini də işləyəcəksiniz. Səhv eləmirəmsə, complex objektlə bir yerdə verilən test var. Regular, irregular verbs. Onu da testini işləyəcəksiniz. O da sizə orada lazım olacaq. Have nə vaxt işlənəcək, has nə vaxt işlənəcək? Bu çox məncə asandır. Sılsından məncə tutmalısınız ki, üçüncü şəxsin təkində he, she, it və üçüncü şəxsin təkinə aid sözlər nə oldu? Təkdə olan sözlərlə oldu, has. Digərlərindən nə olacaq? Have-dən istifadə olacaq. Məsələn üçün, they have. Go'nun üçüncüsü nədir? Bilirsiniz də. Deyin oradan. Gone. They have gone. Deməli, bu onun olduğu düzəldilmə qaydası. Sualda have keçidi cümlənin əvvəlinə, have, they, gone şəklində olacaq. İnkarda they'dən sonra, have-dən sonra, bir dənə baxım görün video. Have-dən, has-dən sonra not-dan istifadə edəcəksiniz. They haven't gone və yaxud da ki, she hasn't gone şəklində olacaq. Bu oldu bizim düzəldilmə qaydamız. Yəni, bir qeyri-adi bir şey yoxdur. Aydındırsa sizə keçid eləyək indi zaman zərflərinə ki, görək hansı zaman zərflərindən mən istifadə edə bilərəm. Bir də burada for və since qaydası var. For nə vaxt istifadə edirəm? Since nə vaxt istifadə edirəm? For və since-i burada izah eləməyəcəm. Çünki for və since ilə bağlı reels videolarında axtararsınız. Çox uzaqda deyil. İzah çəkmişəm. Qısa şəkildə izah çəkmişəm. Aydın bir şəkildə cümlələrlə və s. Onu oradan baxarsınız reelslərdə. Short videolarda daha doğrusu. Daha aydın olacaq sizə orada. Qısa şəkildə, daha dolğun və cümlələrlə izahdır. Already, just, ever, never, yet, recently, today, forla olan, daha sonra since olan birləşmələr və s. belə axır. Demək, bunların işlənmə yerləri də var. Bayaqları prezentdə izah eləmişdim. Ondan sonrakilərin hamısı cümlənin sonunda idi. Yəni, adicə tez nəzər yetirək bir də. Gələcək zamanda hansılar var idi? Tomorrow idi, soon, next və yaxud da ki, davam edici zamana tez geçsək, now, at the moment və s. Bunlar hamısı cümlənin sonunda işlənirlər. Qeyd eləmişdimdir. Amma indi, daha doğrusu ola bilsin ki, qeyd eləməmişəm. Amma prezenti izah edəndə demişdim ki, məsələn, hansılar cümlənin ortasındadır. Burada da cümlənin ortasında işlənənlər var. Already, just, ever, never cümlənin ortasında istifadə olunacaq. Bunlar cümlənin sonunda istifadə olunacaq. Yet də cümlənin sonunda istifadə olunur. Amma yet təsdiq və inkar daha doğrusu sual və inkar cümlələrinin sonunda istifadə olunur. Təsdiqdə görmürük. Bunlar isə cümlənin ortası. Cümlənin ortası deyilənə nəzərdə tuturam. Məsələn üçün, I have never seen her. Deməli, have-lə, əvvəl demişdik ki, mübtəda-la aydı. Mübtəda-la xəbərin arasına girirdi. Prezentdə izah elədiklərim ortada olanda, məsələn, always, usual və s. Burada isə have-lə feilin
arasında istifadə olunacaq bunlar. Necə qədər. Bunlar. Məsələn, I have never seen her. Mən onu heç vaxt görməmişəm. Və daha sonra bizim burada nəyimiz var? 7-2 cümlələrin sonunda. Sonra siz izləyəcəksiniz. Today indiki sonunda işlənəcək. Məsələ var burada. Hə, sual cümləsində. Bunu burada da vurğulayım. Sual cümlələrini keçəndə də sizlər üçün vurğulayacağım bunu. Burada da lazım ola bilər. Ola bilsin ki, testlərdə salarlar nəsə. When what time'dır? What time'dır? Bununla olan sual sözlərindən sonra biz cümləmiz deyək ki, indiki bitmiş zamandadır. Bu cümlədə deyək, indiki bitmiş zamandadır və mən bu cümlənin zaman zərfinə sual vermək istəyirəm. Mən bu cümlənin zaman zərfinə sual verəndə artıq təəssüf ki, when və what time-dan istifadə edə bilmirəm. Daha doğrusu istifadə eləsəm də mən when və what time-dan sonra bitmiş zaman qoya bilmərəm. Yəni belə yadınızda saxlayın. When və what time-da bunların have-həzə allergiyası var bir növ. İstifadə eləmirlər, bitmişə daha doğrusu allergiyası var, istifadə edə bilmirlər, yanlarına götürmürlər. Onun yerine məsələn cümlə deyək ki, bu şəkildədir. Mən bunu zaman zərfinə sual edirəm. When və what time-dan verməliyəm. O zaman mən sualı have-həzlə deyil, did-ilə məsələn üçün verirəm. I did. When did daha doğrusu. Yaxud da what time did. Bu şəkildə verəcəm sualı. Məncə aydındır. Bunu daha ətraflı, digər zaman sual sözlərinə bilirdə how long ago var. Daha sonra since when olsa olar. Bu tipli məsələlərə mən sizinlə toxunacağım sual cümlələrinə inşallah. Burada sadəcə qısa dedim ki, bir dənə özət kimi sizin üçün keçim. Daha sonra keçdik, bunun zaman zərflərini də dedik, düzəlmə yolunu da dedik, sual inkar necə yaranır, onu da dedik. Present perfect-lə bitirmiş bulunmaqdayız. İndi keçirik past perfect. Past perfect-dən nə var? Lövhə də yavaş-yavaş yeri gedir o tərəfə doğru, elə hiss edirəm. Demək, past perfect isə düzələcək had plus participle to. Yəni, burada had bizim bütün şəxslər üzrə köməyimizə çatacaq. Bundan istifadə edəcəyik. Yəni, he, she, it olsun, I olsun, buna hamısından haddən istifadə olunacaq standart formada. Participle to-nu da bayaq izah eləmişdim. Past perfect-də bizim zaman zərflərimizdə var. Sualı inkarı yerində qeyd edeyim test ki, özünə yaranacaq. Sualda hədd qarşıya keçəcək, inkarda həddən sonra not artırılacaq. İndi lazımdır bizə hansı zaman zərfləri var. İndi test zaman zərflərini burada qeyd edin. Deməli, necə düzələcək uşaqlar? Bayaqları sizə qeyd eləmişdim. Dedim, tez qeyd götürün ki, mən bunu perfect-də sizə yenidən izah edəcəm. Eyni şeydir. Yesterday. Gördünüz, keçmiş zamandır. Qarşısında nə var? By. By varsa hansı zamandır? Artıq ilə üstünə qaçmaq istəmirəm, test üstündən keçəcəm. By hansı zamandır deməli? Getmiş zamanı göstərəcək. Deməli, bundan əlavə by that time, the day before yesterday sonuna açıb. Bundan əvvəlki daha doğrusu. By Monday, bazar ertəsinə qədər vaxtadək. By January, yanvara qədər şəklində olacaq. Bu bunun zaman zərfləridir. Yəni siz by görəndə əsasən məncə yadınıza düşəcək ki, zamanların qarşısında daha da by görsəz yox, zamanların qarşısında bu şəkildə görsəz, artıq bunlar nümunə kimi verilir. Monday yerində yeni digər günlərdə Sunday, Tuesday, Wednesday falan ola bilər. January-də yeni digər May, February və s. ola bilər. Shall plus have plus participle to ilə düzələcək. Artıq bizə üçüncü şəxsdə burada has falan bir baxım. Çəkil. Şəxsdə bizə burada has falan lazım deyil. Yəni will hansı ilə işlənir, shall hansı ilə işlənir bilsəz bəs eləyir. Daha sonra isə have plus participle to-dan istifadə olunmuş olacaq. Daha sonra uşaqlar, burada bizə sual inkarda will, shall keçəcək cümlənin əvvəlinə bizim üçün sualı və yaxud da will, shall-dan sonra gələn not bizim üçün sual inkarı yaradacaq. Bunun zaman zərfi nədir? Bayaqları qeyd eləmişdim. Görüm yadınızda qalınmı? Videonu dayandırın, biz özünüzdə deyin. Sizcə bunun zaman zərfi nədir? By-la. Və sonra sözdə və tomorrow. Nə demişdim tomorrow-da? At görsək, at that time, tomorrow görsək nə olacaqdır? Gələcək davam edəcək. Bəs by görsək nə olacaq? By that time tomorrow məsələn. Nə olacaq? By 5 o'clock tomorrow olsa nə olacaq? Deməli, bitmiş. Gələcək bitmiş, zaman olmuş olacaq uşaqlar. Getdik nəyə? Bu perfect-in continuousları da var. O continuousları da izah edək. Daha sonra inşallah ki bitəcək. Bu şəkildə.
Deməli, present perfect continuous. Present perfect continuous. Yəni, indiki bitmişin davam edicisi. Deməli, indiki bitmişin davam edicisi uşaqlar hansı yollarla yaranır? Have, has, plus been. Be'nin uşaqlar, be, was, were, onun oldu keçmişi, be indiki, was, were keçmişi, bir də cədvəl demişdiniz, siz əzbərləməliyik. Been də onun participle to formasıdır. Be, was, were, been. Deməli, mən burada nə kömək elədim? O have, has, plus been, plus participle one. Yəni, mən burada hər şeydən istifadə eləmiş oldum. Birinci növbədə bitmişliyi bildirən sözlər, plus continuous'u bildirən bir şey də mənə ingdə lazımdır. Məsələn üçün, deyirəm ki, I have been living there. I have been living. Və yaxud da ki, deyirik ki, we have been waiting. Və bunun zaman zərfində olacaq, forla olan bir şeylər olacaq da, forla və yaxud da since-lə. For, məsələn üçün, 5 minutes. 5 dəqiqədir ki. Məsələn, deyirəm ki, we have been waiting for you. Sizi gözləyirik. For 5 minutes. 5 dəqiqə ki, sizi gözləyirik biz. Bu oldu bizim present'i. Yəni, bunun pastı da var. Past perfect continuous. Nə kömək eləyəcək bizə? Had. Had plus. Been plus. Participle one. We had been waiting. We had been waiting. Gördüyünüz kimi, həddəki bütün şəxslərdə bizdə olacaq. Sualda qarşıya keçəcək, inkarda bundan sonra notdan istifadə edəcək. Bu oldu bunun keçmişi. Daha uzatmaq istəmirəm buralığı. Bunun da zaman zərflərini eyni şəkildə formla sizdən görəcəksiniz. Bir dənə də var bunun gələcəyi. Gələcəkdə də nədən istifadə edəcəm? Will, shall, have, plus, shall, plus, have, plus, been, plus, participle var. Məsələn üçün, I shall have been waiting. Gördüyünüz kimi olacaq cümləmizdə. Çox uzun olmuş ola bilər sizin üçün bu birləşmə. Amma bu şəkildə yazın, qeydiyyat götürün uşaqlar ki, yadınızdan çıxmasın. Zamanlar bu şəkildə. Bunun əsasən sizə izah eləmək istədiyim cədvəllərini, bir də ki, bildiyimiz kimi forma və since-dən olacaq bunun zaman zərflərində. Məsələn, 5 dəqiqədir ki, gözləyirəm sizi. Daha sonra var bunun, bu mövzuda bizə lazım olan şey zaman uzlaşmalardır. Bir zaman uzlaşmalarında tez izah edeyim sizlərə. Testlərdə bizə hansı zamanlar uzlaşır, hansılarla uzlaşmır. İndiki. İndiki zaman hansı zamanla uzlaşa bilər? İndiki ilə gələcəklə. İndiki ilə uzlaşır, gələcəklə uzlaşır. Keçmişlə uzlaşmır. Baxın, keçmişi də yazıram. Keçmiş. Üstündən də xətt çəkirəm, uzlaşmayacaq. Sonra keçdiyi keçmiş. Bu yazıq keçmiş bir dənə keçmişlə uzlaşır. Bir dənə keçmişlə. Bir də ki, sadə keçmiş olsa uşaqlar bayaqları qeyd elədim. Dərsi keçəndən deyirəm. Keçmişə nəzərən gələcək zamandan istifadə edə bilərsiniz. Keçmiş sadə zamanla. Daha sonra bir dənə də yazırıq gələcək. Bu arada uşaqlar, bu sadəcə sadə zamana aid deyil ha. Yəni, burada yazmışam indiki zaman, indiki götürüb ancaq indiki sadəndən uzlaşdırmayacaqsınız. İndiki sadəni uzlaşdıra bilərsiniz indiki perfect-lə, continuous-lə və yaxud da gələcək zaman olsun. Sonra gələcək zaman, gələcək uzlaşır indiki ilə. Gələcək gələcəklə və keçmişlə uzlaşmır. Uzlaşmır. Gələcəklə və keçmişlə uzlaşmır. İndi birazdan topludan da bəzi sualları bura qeyd edəcəm. Sonra onların sizə də izahlarını verəcəm və bu mövzunu burada yekunlaşdıracağam. Keçid edək. Uşaqlar toplunu açarsınız, oradan da baxarsınız suallarda sözlərin hansılar sizə qəşəng görünməsə, yaxud da oxuya bilməsəz, necə qəşəng başlayıb sonra. Nəysə. Deməli, topluda 3, 18, 76-cı suallara baxırıq. Bu birinci topluda present-lə continuous olan hissədir. Sadəcə içində perfect falan da var deyə o sualları oradan seçdim. Əlbəttə, çox sual işləmək istəyərdim. Sadəcə olaraq
Hansı sualları yazmadım? Zaman zərfi gördüyünüz suallar çox asandır. Zaman zərfi gördüyünüz suallarda zaman zərfi əzbərləyəndən sonra çox rahatlığına yazacaqsınız. Məsələn, sonunda now'nu görmüsünüz, burada davam edici yazırsınız. Yesterday'ni görmüsünüz, sadə yesterday'ni sadə zaman yazırsınız və s. Bu asan. Biraz zaman uzlaşmaları olan suallara üstünlük verdim. Deməli, birinci baxırıq 3-cü suala. If Jane the early bus, she will be late for work. Deməli, uşaqlar, baxırıq ki, birinci növbədə Jane var burada. Sağ olsunlar, Jane-ə uyğun olaraq da hamısını yazıblar. İndiki zamanda miss olsaydı, məsələn, çıxacaqdı. Baxırıq ki, uşaqlar, bu tərəfdə cümləm hansı zamandadır? Will be late. Nədir bu? Hansı zamandır? Gələcək zamandır, düzdürmü? Gələcəklə hansılar uzlaşmır? Çıxırıq, başladıq. Hədi çıxdıq, keçmiş zamandır. Miss it, keçmiş zamandır. Will, gələcək zamandır. Won't, gələcək zamandır. Nə lazımdır mənə cavab? Çox rahat. Misses. İndiki sadə zaman. İndiki ilə gələcək uzlaşır, uzlaşır. Jane'dir, Mrs. verib, bəli. Miss versəydi səhv idi. Çünki Jane nədir? Üçüncü şəxsdir. Üçüncü şəxsdə də feilin sonunda nə olmalıdır? S, es olmalıdır. Bu sual bu şəkildə getdi. Keçdik. 18-ci sual. 18-ci sual niyə yazmışam uşaqlar? Birinci, she'ni gördünüz. She'ni görən kimi don't-u çıxacaqsınız, do-nu çıxacaqsınız, have olmazdı, has olardı çıxacaqsınız. Qalacaqsınız bu iki variant arasında. Sonra belə bir şey deyəcəksiniz. Her best to improve her English. Deməli, o ingilisini inkişaf etdirmək üçün əlindən gələn hər şeyi yaxşısını eləməyə çalışdı və yaxud da deyə bilərsiniz, əlindən yaxşısını eləməyə çalışmadı, eləmədi. Yəni, inkar da verə bilərəm, bu təsdiq də verə bilərəm, verə bilmərsiniz. Bu cümlədə, birinci baxın görün, feil var, yəni aşağılara çıxdım. Cümlədə feil var, yoxdur. Düzdürmü? To improve demirəm, xəbər mənasında deyirəm. Yəni, burada mənə lazım idi bir şey, düzdürmü? Mən sizə dili keçmişəm, mənə keçmiş zamanda kömək eləyə biləcək köməkçi feil kimi, düzdürmü? Amma belə bir şey var. Do və do adicə feil kimi etmək mənasındadır. Did də onun keçmişidir. Burada did, burada adi feildir, sadə feildir. Yəni mən bura did qoysam, sadə feil olmuş olacaq. Niyə? Cümlədə çünki bir feil yoxdur, hərəkətim yoxdur, xəbərim yoxdur. She məsələn üçün wrote, nə bilim nəsə olsaydı, wrote əsasən siz nə verəcəydiniz ora? Didn't write eləyəcəksiniz, məsələn üçün deyirəm. Baxırıq ki, cümlədə heç nə yoxdur da, didn't niyə verə bilmərik? Çünki adi, sadə feillər didin yerinə olsun write. Writen't deyə bir şey mi var? Yoxdur. Yəni, adi, sadə feil öz-özünə sual, inkar yarada bilməz. Yəni, mənə orada köməkçi feil lazımdır. Did, do, does, nəsə bir şey lazımdır. Ona görə də bu variantı burada feil olduğuna görə, cümlənin həqiqətən də xəbəri olduğuna görə çıxıram ki, bu adicə bir feildir və öz-özünə xəbərdir, öz-özünə sual inkar yarada bilməz. Cavab olacaq burada did. Ümid edirəm aydın oldu. Daha sonra keçdik burada. When Fiona her work, she to see her friends. Zaman uzlaşmaları eləyəcək variantlar üzərindən. Birinci variantlar üzərindən çıxdaşımızı eləyək. Baxırıq ki, finished keçmiş zamandadır. Has gone indiki bitmiş zamandadır. Olmaz. Keçmişlə indiki uzlaşmır. Çıxdım. Sonra will finish gələcək zamandadır. Will go gələcək zamandadır. 2 də gələcəkdir. Çıxdım. Sonra has finished indiki bitmişdir. Nasıl bitmişdir də? Yəni bu indiki zamandadır, düzdürmü? Went keçmiş zamandadır. Go-nun keçmişidir. Çıxdım. Finished keçmiş zamandadır. Went keçmiş zamandadır. Qalsın. Will go gələcək zamandadır. Goes da indiki zamandadır. Qalsın. Baxdım ki, variantlarda 2 dənə variantım var. 2 dəqiqə keçmişdə olar, gələcəklə indiki zamanda uzlaşar. Yəni, burada bir problem yoxdur. She'nin yanındadır, goes buyurub, Fiona'nın yanındadır, will finish verib. Heç bir problem yoxdur burada. Gəlirim cümlədə. When'dən sonra, gələcək zaman, if-dir, when-dir. Bunlardan sonra gələcək zaman istifadə eləmək olmaz. Cavablarda will'i də çıxıram. Variant olaraq əslində baxanda baxırsınız ki, düzdür də, zaman uzlaşması gələcəklə indiki uzlaşdırıb, heç bir problem yoxdur. Sonra qayıdıram təzədən cümləyə. Baxıram ki, burada when var. Aha, when-dən sonra gələcək zaman, if-dən sonra birbaşa gələcək zaman olmaz. When-dən sonra bir də nə olmaz? Bitmiş zaman olmaz, bəli.
Ona görə də ben də gördüm. Bunda gördüm, çıxdım cavab gözəl şəkildə D variantı 2 dənə də sadə keçmiş zamanım var. Uzlaşırlar da, cümlədə də yerinə qoyanda heç bir problem olmur. Ümid edirəm ki, bu mövzu sizlərə aydın oldu. Yəni də hər hansı bir sualınız qayda ilə bağlı olsun və və yaxud da testlə bağlı olsun, sualınız olsa şərh bölməsində qeyd edərsiniz və yaxud da video haqqında da fikirlərinizi bəyəndinizsə qeyd edərsiniz. Həmçinin videonu bəyəndinizsə orada like düyməsi var. Onu da basıb kanala abunə olarsınız ki, mən daha çox həvəslənəm və sizin üçün daha çoxlu videolar çəkə bilim. Bu qədər uşaqlar, növbəti videomuzda görüşənədək sağ olun.